Yüksəliş baş verməsə, bir il ərzində qadında sarı cisimlər ovulyasiyanın qarşısını alan hormonları cəmi neçə gün ifraz edir? Bir il ərzində sarı cisim soruşur və ovulyasiyanın qarşısını alan hormonları neçə gün ifraz edir? Və 28 günlük sikl şəraitində. Biz bilirik ki, bir ildə qadın orqanizmində 13 ovulyasiya baş verir. 13 ovulyasiya baş verir. Yəni, bir ovulyasiyada nə qədər olurdu? Sarı cisimdə 14 gün hormon buraxırdı. Bunu bilirik. Ona görə də belə bir tənasüb qurarıq. Bir ovulyasiyada, yəni bir sikl şəraitində ovulyasiya baş verəndə, bir yumurta hüceyrə yetişəndə necə qurursa qurun, 14 gün sarı cisim hormon buraxırsa, bax sarı cisim, bəs bir ildə 13 dənə ovulyasiya baş verirdi axı. 13 ovulyasiya ya da sarı cisim yetişməsi, yumurta hüceyrə yetişməsi nə deyirsiniz deyin də. Fərqi yoxdur, tənasübümüz eyni olacaqdır. X də bərabərdir. 13'ü 14'e vursaq 184 alarıq. 184 düzgün cavabımız olacaqdır.